Təsdiq edilmiş qrafik uyğun olaraq Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin növbəti səyyar qəbulu rayonun Abbasqullar kəndində keçirildi. Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşlarının, hüquq mühafizə orqanlarının, idarə və müəssisə xidmət sahələrinin rəhbərləri və kənd sakinlərinin iştirakı ilə keçirilən qəbulda rayon rəhbəri ətraflı çıxış edərək ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar, regionların inkişaf istiqamətində görülən işlər və vətəndaş məmnunluğunun təmin olunmasının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğuladı. Bildirdi ki, vətəndaşların müraciətlərinin yerində öyrənilməsi və operativ həll olunması məqsədi ilə rayonun bütün yaşayış məntəqələrində mütəmadi olaraq səyyar qəbullar təşkil edilir. Hamımızı bir daha xoş gördük, hörmətli Abbasqullar kənd sakinləri. Biz bir gün qabaqcadan təsdiq olmuş qrafik əsasında sizinlə görüşə gəlmişik. Bu görüşlərin keçirilməsi ölkəmizdə möhtərəm cənab Prezidentin tapşırığı əsasında həyata keçirilən bir sosial yönümlü layihədir. Abbasqullar kəndi 110 təsərrüfatdan ibarət bir kənddir. 280 hektara yaxında əkin sahəsi. Lakin kəndin əhtiyanı sahələrin suvarılması üçün, həmin o əkin sahələrin suvarılması su sarıdan çətinliklər çəkilir. Bizdə su böyük problemidir. Bizim su mənbəyimiz Rəhimlidən gəlir, Goran rayonlarında. Bizim o Rəmə yeri gəldiyi üçün, Rəmə yolundan gəldiyi üçün su Rəmə götürür. Bizdən xahiş edərik, ya göstəriş verəliksə, o beton örtüdən örtülənsin kəndə kimi. Çünki orada bu sel sularında 200 litr su qoyurlar, gəlib kəndə bizim kəndə 50 litr su çatır. Bunu nəzərə almaq lazımdır. Buna baxmayaraq beton alçı kanalda daha effektiv olur. Yəni buraxılan su bilinir, kəndə nə qədər çatırsa. Neçə kilometrdə? 3 kilometr. 3 kilometr. Bu danışmaq lazımdır, bir şey yapar. Oldu mu? Sizə bildirmək istəyirdim ki, bizim bu Safçukdan gələn işıq, elektrik ana xəttimiz, kəndin işıq xəttləri, kənddən də gedib ana xətt transformatora, onlar da ağaçlıq da basır xəttləri, ağaçların içindən keçir. Onlar hamısı daranmalıdır. Bizim də buna icazəmiz yox, köməyimiz yox. Bu arada o xəttlərin bərpası üçün, ağaçların daranması üçün bizə köməkləri yox. Bizim bu sahə yollarımız sizdən bir xahişimiz var. Sahə yolları. Sizdən bir xahiş edirik. Poçta qarasının bizə biraz problemdasınız. Zibilimizi problemi var. Zibilləri gətirib tökülür, orada aşağıda yer düzəltmişik. Ona zibilxana deyirik. Əgər biz rayon üstündə gediriksə, bizə köməklik eləyər Kamarkoz, həftədə 2 dəfə gəlib yığıb aparırlar. Gələcək yer var, Şanqala Alxan'da. Bizə bir dənə sizdən artıq dərəcədə xahiş edirik ki, oradan qeyr şəridir, yer verəsiniz. Nə verək? Qeyr şəridir. Bütün kətlərdə olmalıdır. Peşər yeri olmalıdır. Həm onun qabağında da bir ziyalılarının yığışması üçün, icmanın yığışması üçün bir balaca yerdə olmalıdır. Valla böyrün belə park kimi də salarıq. Yox, biz həm uşaqların əyləncəliyi üçün, qadınların gəzməyi üçün. Uşaqlar burada Otağının da bir dənəsini, bir dənə otaq. Mən onu dəstəkləyirəm və sizin nümunəni başqa kətlərdə də yayarım. Sağ olun. Ana yolumuzu Asanovkadan kəndin axına qədər asfalt çəkiliyək. Bir dənə o yolumuzun orada asfalt olsa, işıqları gəlib gördünüzsə siz. O işıqlar gecə gələsiniz, Allah olsa gəlin görün. Mənim sualım odur ki, 10 minlik bizim qapıdadır, top. Biraz uşaqlarca girir, qorxuramda xasınadır, onu yəni çıxartmaq olar mı? Aydındır. Qaldırılan məsələlər diqqətlə dinlənildi. Bəzi müraciətlərin həlli ilə bağlı yerində məsul şəxslərə və aidiyyatı qurumların rəhbərlərinə tapşırıq və tövsiyələr verildi. Digər məsələlərin isə araşdırılaraq qanunvericiliyə uyğun şəkildə həll edilməsi üçün nəzarətə götürüldüyü bildirildi. Sonda kənd sakinləri yaradılan şəraitə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər.